Bu qabların hər ikisində iki müxtəlif fiziki halda olan eyni maddə var. Buz isti hava ilə təmasda olduqda istiliyi udur və nəticədə buzun maddə halı dəyişərək suya çevrilir. Bu proses ərimədir. Soyuducuda su soyuq hava ilə təmasda olur. Su istiliyini itirir və nəticədə su donur. Ona görə də su özünün halını mayedən bərk hala dəyişmiş olur. Buna da bərkimə prosesi deyilir. Su hava ilə təmasda olduqda sıfırdan aşağı temperaturda istiliyi itirir. Temperatur əvvəlcə 0 Selsi dərəcəyə düşür və daha sonra bərkimə prosesi başlayır. Bu prosesin başladığı temperatur ərimə temperaturu adlanır. Buz isti hava ilə təmasda olduqda əriməyə başlayır. Ərimə bərkimə kimi eyni temperaturda baş verir və bu maddənin ərimə temperaturu adlanır. Əridilmiş qurğuşunu silindr şəkilli qaba tökdükdə müəyyən səviyyədə sərbəst səth formalaşır. Donma zamanı bu sərbəst səth batır. Çünki qurğuşun bir çox digər maddələr kimi donduqda həcmi azalır. Səbəbi isə budur ki, onun molekullarının məkanda paylanması maye halında biraz daha çox nizamlıdır. Bununla belə, suda bu əksinədir. Su donduqda su molekulları kristal qəfəs formalaşdırırlar. Kristal qəfəs mayenin xaotik sıralanan molekulları ilə müqayisədə məkanı daha az effektiv doldurur. Odur ki, buzun həcmi onun formalaşdığı suyun həcmi ilə müqayisədə daha böyük olur.